Onda müşahibə belə deyim ki, xarici dili öyrənmək istəyən sizin yanınıza gəlir. Gəlirsə ona nə qədər müddət lazımdır? Biz yaddaş texnikalarını öyrədirik. Yaddaş texnikalarını öyrənəndən sonra o zaten öyrəndiklərini istənilən mövzuya istifadə edə bilər. İstəyənlər olursa özəl olaraq biz onunla məşğul oluruq. Öz mövzularını gətirir, həmin mövzular üzərindən özəl bir şəkildə biz işləyirik. Yaddaş texnikaları belə bir metoddur, belə deyim. Metoddur. Bu metodu istədiyin hər bir öyrənməsini istədiyin hər bir təhsilə istifadə edə bilərsən. Eynən, tamamilə doğrudur. Yəni bu tibbdə də ola bilir dediniz. Tibb, hüquq, nə bilim, riyaziyyat, xarici dil istənilən bir şey. Mən Türkiyədə dövlət qurumlarına məsələn bu təlimlər keçirdim. Biz polis akademiyasına xarici ölkələrdə polis akademiyasının əməkdaşlarına adlar və üzləri yadda saxlama təlimləri keçirdik özəlliklə. Dövlət orqanlarına, qurumlara. Bilirsiniz, istənilən şey yadda saxlamaq olur. Rəqəmləri, uzun kodları və s. hər şeyi. Biz olimpiyadalarda yüzlərlə, minlərlə rəqəmləri yadda saxlayırıq qısa bir zaman ərzində. Və bunu hamı öyrənə bilər. Yəni bu istedad deyil. Biz sadəcə olaraq insan beyninin təbii işləmə prinsiplərini öyrədirik. Mövcud olanı aşkara çıxardırıq. Hamında da bu var. Onda burada hansısa bir dərman, kənar təsir heç nə yox. Yox, heç bir şey. Sadəcə belə əyləşir. Eynən. Sadəcə olaraq beynin təbii işləmə prinsipləri. Bəs yaxşı olur ki, çox dil bilən insanlar olur, bildiklərini unudurlar bəzən. İşlətməsələr belə unuda bilirlər. Onu necə bildiyini bərpa edib yenidən qaytara bilirik? Bilirik. Bilirsiniz, yaddaş deyəndə əslində yaddaşın iki hissəsi var. Yaddaşda saxlamaq və xatırlamaq. Əslində bunlar bir-birindən fərqli şeylərdir. Bəli, bəzən xatırlayır amma deyə bilmir. Eynən. Yəni bir var informasiyanın yadda saxlanması, bir də var informasiyanın xatırlanması. Yəni bir var malı qəbul edib depoya qoymaq, bir də var depodan gedib onu tapıb çıxartmaq. Hə. Bunların ikisi də önəmlidir və biz bunların ikisini də gücləndiririk, məşğul oluruq. Xarici dildə olan sözləri də bilirsiniz, təkrarlamaq biliyin anasıdır. Amma düzgün təkrarlamaq. Biz onu da səhv eləyirik. Necə eləyəcəyimizi bilmirik. Məsələn, otururuq, qoyuruq qarşımıza xarici dildə bir dənə söz öyrənmişik. Pencil deyək ki, karandaş. 1000 dəfə pencil deyirik, 1000 dəfə karandaş deyirik. Öz aləmimizdə güya biz bunu təkrarladıq. Bu təkrarlamaq deyil ki. Sən bir şeyi niyə təkrarlayırsan? Yadından çıxmasın deyə. Deməli, bu sənin yadından çıxır ki, bunu təkrarlayırsan. Bir nümunə deyim, hər kəsə maraqlı olacaq bu. Elektron poçta, Google, Gmail'də bir çoxunda bu var. Deyir ki, bizə məktublar gəlir də. Deyir ki, sən bu məktubu əgər 90 gün içində oxumasan, mən bunu siləcəm. Yoxsa yer çatdırmaq olmaz ona. Və 90 gün ərzində oxunmayan poçtlar avtomatik şəkildə silinir. Əgər ki, siz hər hansısa bu 90 günün içərisində bir gün onu açıb oxuduzsa, o müddət 1-90 gün daha uzanır. Yəni, sən bu məktubu 89-cu gün açıb oxudunsa, bu 3 ayda uzanacaq, 90 gündə uzanacaq. Deməli, nə etmək lazımdır? Bizim beynimiz də eynən o şəkildə işləyir. İnsan beyninin də təbii olaraq unutma periodları var. Biz bunu öyrədirik təlimlərdə. İnsan informasiyanı 5 mərhələli şəkildə unudur. Həmin bu periodlarda əgər informasiya təkrarlanarsa, o informasiya yaddan çıxmaz. Ömür boyu yaddaşda həkk olunar. Və bunu elmi şəkildə də sübut olunub ki, çox eksperimentlər aparılıb. Mərhələli şəkildə, planlı şəkildə edilən 5 dənə təkrar, plansız şəkildə edilmiş 100 təkrardan qat-qat daha effektivdir. 90% fərq var arasında.